Qazax rayon Əlillər Cəmiyyətinin sədri və Heydərçi Rafiq Akifoğlu sosial şəbəkə platforma canlı yayımında sərt və kəskin şəkildə o məsələyə toxundu ki, insanların kütləvi şəkildə ayağa qalxaraq etiraz etməklərin kökündə dayanan səbəb nədir deyərək Rafiq Akifoğlu bildirdi. Şahid ailəsi acından ölür, ona çörək, yeməyə çörəyi yoxdur. Həm o peysərlər orada oturub başda nə qədər nazir ola bilər? 25'lər. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mənimlə bərabər kadrı izləyərək hesab edirəm ki, bugünkü çıxışım hansı məsələ ilə əlaqədar olaraqdır, hər bir vətəndaşa məlum oldu. Mən ilk öncədən qeyd edim ki, bildiyimiz kimi bugünkü vəziyyətdə Azərbaycan dövlətinin vəziyyəti və talehi belədir ki, bu günləri Azərbaycan dövləti heç bir dövlətdən asılacaqlı olmayan bir dövlətdir. Və bunun da səbəbkarı aydın məsələdir ki, Türk dünyasının böyük şəxsiyyəti və güclü siyasi kursun qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdən Azərbaycan dövləti hər bir sahələrdə inkişaf etmişdir. Və bununla bərabər o da aydın məsələdir ki, bilirik ki, bu günlərdə Azərbaycan dövləti böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin siyasi kursun lider davamçısı İlham Əliyev cənabının rəhbərliyi altında idarə olunur. Amma bu günləri çox sayda, çox hallarda baxıram ki, vətəndaşlar hətta mənim də ünvanıma Heydər Əliyev hakimiyyətinin müdafiəkar heydərçisi olaraq vətəndaşların etdiyi kütləvi şəkildə olunan narazılıqları, etirazlarının kökündə nə dayanır və bununla bağlı niyə öz mövqeyini və münasibətini bildirmirsən. Bu kimi məni də çox sayda vətəndaşlar, kimisi normal qaydada, kimisi aqressiv şəkildə, kimisi öz hikkəsini belə desək, cilovlaya bilməyərək çərçivə kənarından da çıxırlar. Aydın məsələdir ki, mən vətəndaşlarımda gərgin vəziyyətlərini nəzərə almağa çalışıram. Mən əvvəla Azərbaycan Respublikasında bəzi məmur və rəhbər olan şəxslərə üz tutaraq diqqətinə çatdırmaq istəyirəm ki, hansı səbəbdən və məqsəd nədən ibarətdir ki, siyasi yolla vətəndaşlar incidilərək kütləvi şəkildə istər dövlətin üzərinə, istər möhtərəm Prezident İlham Əliyev cənabının üzərinə ayağa qaldırma məqsədini daşıyır bəzi məmur və rəhbər olan şəxslər. Hətta mənim özüm də belə dəfələrlə şahidi olmuşam və oluram da. Bəzi məmur və rəhbər olan şəxslər var ki, vətəndaşlar etdiyi müraciətlər öz həllini tapmır. Vətəndaş görür ki, yaranılmış və yaşanılan problemin həlli üçün, aidiyyəti üzrə quruma, rəhbər olan şəxsə müraciət edir, amma nə vətəndaşa müraciətinə cavab olaraq cavab verilir, nə də ki, müraciət öz həllini tapmır. Və vətəndaşların da kütləvi şəkildə etiraza qalxmaqlarının səbəbi ondan irəli gəlir ki, vətəndaşların müraciətləri öz həllini tapmayır. Bəzi məmur və rəhbər olan şəxslər var ki, bəzi icra başçılar var, bəzi millət vəkillər var, bəzi nazirlər var ki, bu günləri çalışdıqları işlərindən tamamilə xəbərdar deyirlər. Digər rayonlara da vətəndaşlarla görüşə gedəndə elə bir formada səhnələşdirirlər ki, hətta çalışırlar ki,
möhtərəm prezidenti də inandırıcı şəkildə öz yalanlarını həqiqətə uyğun formalaşdırsın. Sanki güya bunlar vətəndaşlarla görüş keçirir və vətəndaşlarla keçirilən görüş zamanı olunan müraciətlər öz həllini tapır və s. axır. İndi mən üzümü tutub bəzi məmur və rəhbər olan şəxslərə bildirirəm, qeyd edirəm. Yaxşı. Axı burada maraq nədir? Səbəb nədir ki, siyasi olan vətəndaşlar incidilərək dövləti üstə ayağa qaldırmağa çalışırlar. Yaxşı. İcra başçısının yerinə, deputatın yerinə, nazirin yerinə, digər müəssisə və təşkilat rəhbərinin yerinə prezident iş görürdüsə, o zaman da nəyə lazım idi? Elə işlərin hamısını elə möhtərəm prezident görüb, elə dövləti təkcə prezident özü idarə edərdi. Bu günləri axı niyə əyilməz şəxsiyyət dağılmaz dövlət başçısı olan İlham Əliyev kimi diplomatik bir siyasətçinin əlimizdə 5-50 tutaraq prezidentin inan və etimadından səmərəli şəkildə istifadə etməyə çalışmır bəzi məmur və rəhbər olan şəxslər. Axı nədir məqsəd? Və ona görə də vətəndaşların etirazları kütləvi şəkildə yaranmasının kökündə o dayanır ki, bəzi məmur və rəhbər olan şəxslər vətəndaşların müraciətlərinə ya görməməzlikdən irəli gəlirlər, ya da ki, vətəndaşın müraciəti adəti üzrə olan rəhbər şəxsə çatdırılmayır. Sadə dildə desək, gizlədilir. İndi siz təsəvvür edin ki, artıq vətəndaşı gör, hansı həddə çatdırırlar. Nə ölümündən və nə tutulmağından vətəndaş artıq qorxmur. Yəni, bəzi məmur və rəhbər olan şəxslər o həddə çatdırır ki, vətəndaşı. Vətəndaş birbaşa həmən, necə desək, sadə dildə desək, vətəndaş o həddə çatır ki, süründürdüyü rəhbər və məmur olan şəxsi yerindəcə həyatına son qoysun. Yəni, bunun sonluğu necə nəticələnmək istəyir? Mən hesab edirəm ki, vətəndaş müraciətini görməməzlikdən gələn o məmur və rəhbər olan şəxsi birbaşa möhtərəm prezidentin düşməni hesab edirəm mən. İndi aydın məsələdir ki, hansı rəhbər və məmur olan şəxs kimisi tapşırıqla, kimisi nə bilim xahişlə, kimisi hansısa bir vasitə ilə hansısa bir posta əyləşiblər. Əyləşsinlər, eyb yoxdur. Onda da qabəhət bir şey yoxdur. Amma çalış. Yəni, belə bir söz var, çalışa bilmirsən, işləyə bilmirsən, git otur evində, ailəvin içində. Bu prezidentin verdiyi tövsiyələrə layiqincə əməl edən, dövlətçiliyinə sadiq olan, dövlətinə sadiq olan, vətəndaşına səmərəli insani keyfiyyəti üzərində dayanıb, səmərəli vətəndaşa xidmət edən insanlar gəlsin çalışsın da. Yəni, hansısa bir şəxs kiminsə yaxınıdır, kiminsə qohumudur, kiminsə nə edirsə, hansısa tərəfdən bir nə əlaqəsi var, bir posta əyləşib deyə bu o demək deyil ki, həmən məmur və rəhbər olan şəxs fikirləşsin ki, mən istədiyim kimi vətəndaşı ayağa qaldıra bilərəm. Xeyr. Artıq vətəndaşlar, öncə qeyd etdim, artıq nə tutulmağından, nə ölümündən qorxmur. Mən yeri gəlmişkən fürsətdən də istifadə edirəm. Bəzi məmur və rəhbər olan şəxslərdən çox xahiş edirəm ki, vətəndaş müraciətlərinə, rəsmi müraciətlərə həssaslıqla, diqqətli yanaşsınlar. Siyasi yolla vətəndaşları incidərək dövlətin üstə ayağa qaldırmasınlar. Bu günləri maşallah olsun, Azərbaycan dövləti heç bir dövlətdən də nə geridə qalan bir dövlət deyil, nə də fərqlənən bir dövlət deyil. Öncə qeyd etdim. Allah dönə-dönə rəhmət eləsin Türk dünyasının böyük şəxsiyyəti olan Heydər Əliyevə. Bütün çətinliklərdən, bütün necə deyirlər, əzab-əziyyətlərdən keçərək Azərbaycanı dünya belə tanıtdırdı ki,
Artıq Azərbaycan qüdrətli bir dövlətdir. Artıq Azərbaycanın dövlət idarə etmə strukturunda mükəmməl dəyişikliklər olunubdur. Axır necə deyirlər, əvvəlki vəziyyət deyil. Bu gün də maşallah olsun İlham Əliyev kimi istedadlı təşkilatçı, peşəkar bir siyasətçi dövlətimizi idarə edir. Nədir bəzi məmur və rəhbər olan şəxslər? Niyyəti nədir? Məqsədi nədir? Və bir daha təşkilatçılıq olmasın qeyd edirəm ki, vətəndaşların, çox sayda vətəndaşların kütləvi şəkildə etirazlarının yaranmasının kökündə və səbəbi o dayanır ki, bəzi məmur və rəhbər olan şəxslər vətəndaşların etdiyi müraciətlərə məhəl qoymayır. Dəyərli izləyicilər, Rafiq Akifoğlu'nun fikirlərini dinlədik və görürsən ki, doğrudan da Rafiq Akifoğlu tam olaraq düzgün qeyd edir. Dəyərli izləyicilər, indi məsələnin maraqlı tərəfində odur ki, Respublikada bəzi məmur və rəhbər olan şəxslər Rafiq Akifoğlu'nun fikirlərindən bir nəticə çıxarda biləcəklərmi? Qeyd edə bilərik ki, bizlər də çox hallarda şahid olmuşuq ki, bəzi məmur və rəhbər olan şəxslər vətəndaşların müraciətlərinə məhəl qoyulmayır yəqin ki, belə hallarında çox da uzun gedə bilməz yəqin ki, ölkə başçısı cənab İlham Əliyev də bir ölçü götürər bəzi məmur və rəhbər olan şəxslərin barəsində. Kanala abunə olun ki, hər bir yayımlardan xəbərdar olasınız Scratch TV.